öhdələrin icrası ilə bağlı işlərə görə inzibati orqanın inzibati akt qəbul etməsi ilə əlaqədar olmayan digər işlərini də məhkəmədə mübahisələndirmək mümkündür. Bunu bir neçə əyani misalla qeyd edeyim. Məsələn, nikah. Nikah biz bilirik ki, Azərbaycan Respublikasının ailə məcəlləsinə görə yalnız dövlət qeydinə keçmiş nikahlar tanınır və nikaha daxil olmaq istəyən şəxslər qeydiyyat orqanına müraciət edirlər və bir ay ərzində onların nikahı rəsmiləşdirilə bilər. Müəyyən hallarda bu uzadıla bilər və yaxud da müstəsna hallarda ərizənin verildiyi gün qəbul oluna bilər. İndi nikah özlüyündə dövlət orqanı tərəfindən qeydə alınsa belə, nikah özlüyündə inzibati akt deyil. Çünki dövlət burada hər hansı bir hakimiyyət tədbiri həyata keçirmir və eyni zamanda onun publik hüquq münasibətlərini tənzimləmir. Nikah tərəflərin bərabər olaraq, yəni bərabər hüquqlu kişi və qadının